Əbu Zər demişdir, bir dəfə mən Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanına gəldim. Həmin vaxt o üstünə ağ örtük sərib yatmışdı. Artıq o oyanmışdı. Mən onun yanında oturdum və o mənə belə buyurdu. La ilahə illallah deyən və qəlbən bunu təsdiqləyərək ölən hər bir bəndə mütləq cənnətə girəcəkdir. Mən soruşdum, zina və oğurluq etsə də? Dedi, zina və oğurluq etsə də. Mən yenə soruşdum, zina və oğurluq etsə də? Dedi, zina və oğurluq etsə belə. Mən bir daha soruşdum, zina və oğurluq etsə də? Dedi, zina etsə, oğurluq etsə belə, Əbu Zərin xoşuna gəlməsə belə. Əbu Zər bu hədisi danışarkən deyərdi, Əbu Zərin xoşuna gəlməsə belə. Muslim 273-cü hədis.